Uşaqlar, hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə 3-cü sinif riyaziyyat iş dəftərindən səhifə 39 və 40-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyən düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. Kəsirlər müqayisəsi 1. Fiqurların rənglənmiş hissələrinə uyğun kəsirləri yaz və müqayisə et. Mən yazmışam. Deməli, A-da 3-də 1 kiçikdir 3-də 2-dən, 6-da 4 böyükdür 6-da 3-dən, 5-də 2 kiçikdir 5-də 4-dən, 4-də 1 kiçikdir 4-də 3-dən, 5-də 2 bərabərdir 5-də 2-yə, 8-də 4 böyükdür 8-də 3-dən, 5-də 2 bərabərdir 5-də 2-yə, 2-də 1 böyükdür 2'də 1 kiçikdir 2'də 2'dən. İki kəsirlərə uyğun hissələri rənglə və müqayisə et. Deməli, belə rəngləməlisiniz bunları. Baxın, belə. Sonra 4'də 3 böyükdür 4'də 1-dən. 5'də 2 kiçikdir 5'də 3-dən. 6'da 2 bərabərdir 6'da 2-yə. 8'də 1 kiçikdir 8'də 4-dən. 3. Ədəd oxunda qeyd olmuş nöqtələrə uyğun kəsirləri yaz və müqayisə et. Birinci nədir? 4'də 2-dir. İkinci isə 4'də 3-dür. 4'də 2 kiçikdir 4'də 3-dən. Burada 6'da 2'dir. Burada isə 6'da 5'dir. 6'da 2 kiçikdir 6'da 5'dən. Sonra burada da 3'də 5'dir. 5'də 3'dür. 3'də 5 neydi? Neydi? 5'də 3 5'də 3'dür burada. Burada da 5'də 3'dür. 5'də 3 bərabərdir 5'də 3'ə. Burada 8'də 8'dir. Burada 8'də 3'dür. 8'də 8 8'də 3'dən böyükdür. Kəsirləri müqayisə et. 6'da 9 kiçik böyükdür 9'da 3'dən. 8'də 5 kiçikdir 8'də 7'dən. 7'də 4 kiçikdir 7'də 6'dan. 13'də 7 böyükdür 13'də 5'dən. 10'da 8 böyükdür 10'da 3'dən. 5'də 2 kiçikdir 5'də 4'dən. 5'də 5 bərabərdir 1-ə. 9'da 4 böyükdür 9'da 2'dən. 4'də 2 kiçikdir 4'də 4'dən. 10'da 3 bərabərdir 10'da 3. 18'də 2 kiçikdir 18'də 14'də. 15'də 16'da 5 bərabərdir 16'da 5'ə. 17'də 12 kiçikdir 17'də 15'dən. 20'də 19 kiçikdir böyükdür 20'də 9'da. Keçək səhifə 40-a. Müqayisənin doğru olması üçün boş xanalara hər hansı bir ədəd yaz. 4'də 2 kiçikdir 4'də 3'dən. 8'də 3 8'də 5 burada 8'də 5 böyükdür 8'də 3'dən. Və ya başqa şeylər. Məsələn, burada 2 və ya 1 yaza bilərdiniz. Burada yaza bilərsiniz 4 4 və aşağısı. 5'də 4 böyükdür. 5'də 2 4'dən aşağı yaza bilərsiniz. 5'də 1-dən 5'də 1 kiçikdir 5'də 3'dən və ya 3'dən aşağı yazmalısınız burada kəsirmə surətinə. 1 də bərabərdir 8'də 8. Hökmən 8'də 8. 8 yazmalısınız ora. 14'də 9 14'də 9 kiçikdir, böyükdür. Kiçikdir də. Kiçikdir 14'də 5'dən. Bir dəqiqə. 14'də 5 böyükdür. Bir dəqiqə. Yox, burada elə deyil. Bu 5 olmamalıdır. Çünki bunlara məsələn burada hökmən bundan böyük olmalıdır ki, böyük olsun da. Burada 9'dan böyük yazın, səhvən elə olub. Burada 9'dan böyük yazmalısınız, başlayın. Mən birdən səhv gedib. Oradan 17'də 2 kiçikdir. Böyükdür. 17'də 1-dən. Hökmən 1 yazmalısınız burada. 11'də 6 bərabərdir 11'də. 6-ya 12'də 8 kiçikdir. Böyükdür. 12'də 7-dən. 15'də 7 kiçikdir. 15'də 9'da. 12'də 12 bərabərdir 1-ə. 9'da 5
böyüdür 9-dur 3-dən 12 böyüdür kiçikdir 13-dür 3-ə 9-da 5 bərabərdir 9-da 5-ə. 6. Təsvirləri uyğun kəsrləri yaz və müqayisə et. A-da bu 2-də 1 bərabərdir 4-də 2-yə, çünki 2-ni 2-yə vuranda 4, 1-i də 2-yə vuranda 2 eləyir. 3-də 2 bərabərdir 6-da 4-də, bunlarda da eyni şeydir. 8-də 6 bərabərdir 4-də 3-ə, 6-da 3 bərabərdir 12-də 6-ya. 7. Ədəd oxunda qeyd olunmuş nöqtələrə uyğun kəsrləri yaz və müqayisə et. 6-da 3 bərabərdir 10-da 5-ə, 8-də 2 bərabərdir 4-də 1-ə, 5-də 3 bərabərdir 10-da 6-ya, 4-də 3 bərabərdir 12-də 9-a. 8. Kəsr zolaqlarını istifadə etməklə doğru bərabərliyin qarşısına doğru smayliki, səhv bərabərliyin qarşısına isə yanlış smayliki çək. 2-də 1 bərabərdir 6-da 3-ə. Bəli, 2-ni 3-ə 6, 1-də 3-ə 3 eləyir. Ona görə də düzdür bu. B-də 10-da 6 bərabərdir 5-də 4-ə. Xeyr, bu səhvdir. 7-də 7 bərabərdir 1-ə. Bəli, çünki 7-də 7 bir tamdır. Tam da 1 deməkdir. 9-da 6-da da bu düzdür. 9-da 6 bərabərdir 6-da 4-ə düzdür. Bir dəqiqə. Burada deməli 6-ya 6-nın bu nəsəyə vuranda bu eləmir, nə də bunu. Bir dəqiqə 6-da 4 hanı burada? 6-da 4 burdadır. 9-da 6 bəs 1 2 3 4 5 6 və bu birisi 6-da 4 6-da düzdür, bərabərdir bunlar, belədir. Burada elədir də, baxın, belə düz gedir. Siz xəttkeş varsa, siz deyən məndə xəttkeş belə göstərmək olmayacaq, amma yəni belə getsəz, 6-da 4 buradır, 9-da 6 tam buradır. Ona görə də bərabərdir. Kəsr zolaqlarını istifadə etməklə boş qalan uyğun ədədləri yaz. 3-də 1 bərabərdir 9-da 3-ə. 4-də 2 bərabərdir 8-də 4-ə, 5-də 3 bərabərdir 10-da 6-ya, 9-da 3 bərabərdir 6-da 2-yə. 10. Şirniyyat mağazasında gün ərzində satılan bulkaların 7-də 2 hissəsi cəmli, 7-də 4 hissəsi kişmişli, 7-də 1 hissəsi isə sadə idi. Suallara cavab ver. Gün ərzində ən az hansı bulkadan satıldı sadə, gün ərzində ən çox hansı bulkadan satıldı kişmişli. Bəli dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndirsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik!